3 gündür qalmışam mən dövlət xəstəxanalarının dəhlizində. İndi mən güya Allah qoymasa mən jurnalistəm, ictimai nümayəndəsiyəm, az çox tanınıram. Qardaş, bu icbari tibbi sığortanın hörmətli rəhbərliyi, təbbin direktoru Anar Bayramov. Qardaş, bu nə oyundur gətirmişsən sən bu insanların başına? Mənim yaxın bir adamım illərdir özəl klinikada müalicə olunur. Və Cəlilabad rayonunda xaraba qalmış mərkəzi xəstəxanası hər ildə göndərişi verir özəl klinikaya. Biz də gəlmişik, indi bu dəfəki göndəriş illa ki yazılmalı dövlət klinikasına. Gəlmişik dövlət xəstəxanasına. Qardaş, 3 gündür biz qalmışıq dövlət xəstəxanalarının dəhlizlərində. Orada biabırçılıq, qırğın, qiyamət, insanlar bir-birinin ətini yiyir, bir-birindən aqressiya ilə. Əməkdaşlardan soruşuram ki, ay hörmətli həkimlər, ay hörmətli şöbə müdirləri, bu nə biabırçılıqdır? Bu nə rüsvayçılıqdır? Bu nədir? Bu nə sistemdir? Bu nə xidmətdir? Bildirirlər ki, bizim də canımız yığılıb boğazımıza Elnur müəllim. Qardaş, niyə belə olmalıdır? Sən icbari tibbi sığorta vətəndaşlardan, təqaüdçülərdən rahatca onların pulundan tutursan, idarə olaraq, təşkilat olaraq, sistem olaraq sənin sistemin dağılsın. Sən bu pulu rahatca alırsan və adamlar bu pulu rahatca verirlər. Qoy rahatca da bu xidmətdən istifadə eləsinlər də. Ürəyi istədiyi klinikaya geçsin, ürəyi istədiyi həkimdən keçsin, müayinə olunsun, müalicə olunsun. Daha niyə çərləməlidir? Qardaş, çər çıxardır adam. Ürək xəstəsi olan adam getmişik 3 gündən sonra göndəriş almışıq yeni klinikaya. Adamın ürəyində kəskin göynəltilər, kəskin ağrılar. Yeni klinikaya getmişik, yeni klinikada orada bir bərri bəzəli bir xanım var. Deyir ki, mən sizi ən tez halda yazaram 29'una. Ay hörmətli Anar Bayramov. İcbari tibbi sığortanın rəhbərliyi, yaxud bunlara kim istiqamət verirsə həmən adam 4 gündən sonra bu adam sabah Allah eləməmişkən dünyasını dəyişdi. Kimə lazım olacaq bu? Bu nə biabırçılıqdır qardaş, belə sistem olar. Bu nə çərrətməkdir, bu nə canı boğaza yığmaqdır. Ümumiyyətlə bu görürsünüz də, bu xəstəxana dəhlizlərində bu biabırçılıq, bu növbələr, oturmağa yer yox, kürsülo yox, oturacaq yox. Bu nədir? Bu insanların bu vəziyyətindən kim zövq alır? Kimə ləzzət edir bu görüntü? Bu mənzərədən kim zövq alır? Ha qardaş, belə olmaz. Ha kişi, açın bu özəl klinikaların qabağını. Siz də bilirsiniz, biz də bilirik ki, bu günləri az çox texnologiya, az çox xidmət, keyfiyyəti özəl klinikalardadır. Qoy geçsin bu tibbi sığortadan, bu göndərişdən özəl klinikada rahat istifadə eləsin. Adamların canını boğazına yığmayın. 3 gündür şəxsən bizim canımız yığılıb boğazımıza qardaş. Bu nədir? Bu nə xidmətdir? Bu nə müalicə oldu? Adamın 70 yaşı var. Bezdik ayaq üstə durmaqdan, bezdik başımızın üstündən yumruq atır vətəndaşlar bir-birinə. Belə şey olar. Belə biabırçılıq olar. Anar Bayramov, sən Allah. Sən ölənlərin görüb belə eləmə qardaş. Etmə belə. Sən bu təbibə bir bəla gəlmişsən. Belə şey olar. Sən gündə bir qanun dəyişəcəksən. Sən gündə bir yenilik eləyəcəksən. İnsanlar bir-birinin ətini yiyəcək. Biriniz gedin baxın da, baxın o xəstəxanalarda növbədən. Gedin görün orada nələr baş verir. Nə biabırçılıqdır. Həkimlər bezib ay kişi. Həkimlər bezib, bunu mən sizə deyirəm. Mən bezdim 3 gündə. Sen adamın pulunu rahat alırsan, sen adamın canını çıxarda xidmətdən yararlandıracaqsan. Belə xidmət olur. Xaraba qalıb rayon mərkəzi xəstəxanaları. Sen hər il göndəriş verirdin özəl klinikaya. İndi deyirsən ki, yeni qanun qəbul olunub, yeni sistem var. Sistem qəbul olunmur. Sizin sisteminiz xaraba qalsın. Sizin sisteminiz başınıza uçsun. Belə sistem olar. 4 gündən sonra hələ biz gedib kate olacaq. Təzədən gelib anji olacaq. Ondan sonra stent qoyulacaq. Öldük də day biz qardaş. Bizə qismət olacaq o. Belə olmaz. Siz Allah belə eləməyin qardaş. Ay parlament üzvləri, reaksiya verin. Dillənin, danışın. Seçicilərimiz ölür deyin. Çər çıxardır deyin. Deyin də nə olar ki?